Salam. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Mustafazadə Fidan. Mən və kargo videolarım bilirsiniz ki, çox sevilir, çox bəyənilir. Bugün də bir daha kargo videosu ilə qarşınızdayım. Öncəliklə hər kəsin qarşıdan gələn yeni ilini təbrik edirəm. İnşallah bu il sizin üçün düşərli olubsa, gələn il daha da düşərli olsun, daha da arzularınızı reallaşdırdığınız bir il olsun. Əgər yox düşərli olmayıbsa, inşallah 2026, 2025-i yaxşı mənada unutduracaq bir il olsun sizin üçün. Məni izləməyi, kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Sizin üçün kiçikdir, amma mənim üçün çox böyükdür. Belə, gəlin keçək kargoya. Bu kargonun içərisində çox şeyləri var əslində. Çox dediyim necə xırda-xırda yəni. Amma ən maraqla gözlədiyim CD kartdır, yəni fləşka. CD kart dediyimdə fləşkaya deyirəm. Mən Temu yeni çıxanda yadımdadır ki, fləşka sifariş vermişdim. 2 dənə, 256-lıq və 128-lik. Hələ də istifadə edirəm və heç bir problemi yoxdur. Ona da deyim ki, qızlar, mən daha öncə deyəsən AliExpress'dən fləşka sifariş vermişdim, amma yəni 1 telebaytlıq mı, 250-lik mi belə bir şeydi hətta. Amma işləmədi. Qəribə bir şəkildə içində sənədlərim, işlərim, hər bir şey oradaydı, amma kompüterə taxdım işləmədi və kimə də göstərdimsə dedi ki, yəni mümkün deyil. Ona görə qaldı. İçindəki sənədlərim də batdı, işlərim də batdı. Deməli qızlar, belə bir papaq sifariş vermişəm özümə. Amma şəkildəki kimi deyilmi deyim, yoxsa gəlin birlikdə ataq. Bu arada qızımı yatışdırmışam. Dedim onu yatışdırmışkən videonu çəkim. Qızlar, içərisi belədir, baxın, görürsünüz. Belə qaradır. İçərisində belə bir... Bu başınıza görə ayarlanır. Bu beləymiş, baxın. İpi var, dartırsam. Qızımın da başına taxa bilərəm. Papaq taxmır, mənim kimi papaq qətiyyən taxmır. Belə bir şeydir, mən saçım bozulmasın deyə tam aşağı eləmirəm, amma normal materialda düzdür şəkildə daha şey görsənirdi. Baxın, buralarında belə qara içərisində olan sıxılma yerinin tikiş izləri var, belə. Burada da var. 2 dənə yerdən görünür, amma nəticə etibarilə 3 manata görə yəni normal papaqdır deyə düşünürəm. Tükü zadı heç nəyə çıxmır, qətiyyən. Özəlliklə də bu yaxşı oldu. Həqiqətən bunu heç gözləmirdim, amma yaxşıdır. Bunu da indirimlə 3 manata almışdım. Əslində 3 manat deyildi. 6-7 manat civarındaydı. Və qutusu da niyə bu boşda yeşəli anlaya bilmədim. Deməli qızlar, mənim bilirsiniz də xalam qızı Səbiş. Onun da sifarişləri var burada. Baxın, belə bir 16 üçün kabrodur. Məncə normaldır. Plasmasdır da, yəni içi mexli falan deyil. Bəzi kabroların içərisi mexli olur. Bu ondan deyil. Bu qız deyə də bilmirəm bunun adını. Stitch xəstəsidir. Artıq düz demədimsə yorumlarda düzəldərsiniz. Gördüyünüz kimi bu bilirsiniz nədir qızlar. Bu dərman qabıdır. Baxın, belə bir yeri var. Buradan açılır. Bu 4 dənə burada bir hissəsi var. Hamısı da bu şəkildədir. Dərinliyi çox yoxdur. Yəni, əgər kapsula kimi dərmanlardasa uzaqbaşı bura 6 dənəsi gedər. Çünki hamilə vaxtı mən özümə sifariş vermişdim birini. Baxın, bura ayrı bir bölmədir. Bir dəqiqə açım. Aça bilmədim onu. Neysə, bura bölməsi yoxdur. Bir dənə opşi, belə bir yerdir. Burası 3 dənədir yenə həmən kimi. Burada bir gedər, yəni bir 10 dənə
falan hər bölməsinə 10 dənə dərman gedər. Yəni bu dərman atan insanlar üçün çox yaxşı bir şeydir. Mən hamilə olanda başqa cürünü uzun belə ağ variantı idi. Özümə sifariş vermişdim. Çox da əlimdən tutdu açığı. Burada belə, bu da qəşəngdir. Materialı da sərtdir. Yəni qırılan materiala bənzəmir. Qızlar, deməli artıq da görünür məncə. Bu saç şəkilləndirmək üçün belə vurmaq üçün vuracam, saçları yağacam güya ki də. Bu heç belə göstərmildi, bu qətiyyən o deyil. Yəni şəkildə dəmirdən və üzəri qaşlı bir broş idi, amma bu yəni şəkillə əlaqəsi belə yoxdur. 2 dənə belə bir rezini var. Bu olduğu kimi gəlib bu ikisi, amma bu qətiyyən o deyil. Yəni orada daha daş-qaşlı və dəmir tipindəydi də, yəni dəmir, belə deyim. Hətta ona deyim ki, broşkası da xoşuma gəlmişdi. Demişdim ki, əşiyə vura bilərəm də, nə olacaq ki. Bunu da çox ucuza, yəni 1.69-a endirimlə düşmüşdü. Ümumiyyətlə qızlar, Temuda bilmirəm, bilirsiniz və yaxud da bilmirsiniz. Əgər ilk dəfə Temunu yüklüyürsünüzsə, sizə buralara, hər hansı bir yerə bir kod yerləşdirəcəm. Ondan istifadə eləyərək mənim kimi aldığım məhsulları çox ucuza ala bilərsiniz. Hətta bir məhsul üçün yox, bir neçə məhsul üçün keçərlidir. Özümə belə bir, baxın, sakulka sifariş eləmişdim. Makyaj eləyəndə saçın ön hissəsini tutturmaq üçün. Baxın, belə bir şeydir. Əslində orada çox var idi. Belə. Ya da nəyə qoyum? Yəni, pultu belə göstərim. Ay, sağ ol. Bəli. Belə bir şeydir. Bu da normal keyfiyyətdədir. Yəni, o başa vurulub çox gəziləcək bir şey deyil. Sadəcə makyaj üçün məncə artıq qızlar bunu çox bilir. Bu da belə qızlar. Burada bir şey var, düşüb bura. Bu bilirsiniz nədir? Bu balaca parfüm tüpükləri olur, onlardandır. Mən ümumiyyətlə balaca sumka istifadə eləyəndə istəyirəm, mən hər dəqiqə, belə deyim də, ətir vurmağı çox sevirəm. Yəni, hər dəqiqə vura bilərəm də ətiri üzərimə. Düzdür, qalıcı ətirlərdən istifadə eləyirəm, amma yenə də çantamda gəzdirmək istəyirəm. O da böyük çanta olanda, parfümün də kutuları bu boyda olduğu üçün olmur. Mən də belə tüpüklər, belə görürsünüz, altında bir yeri var. Parfümünüzün üst hissəsini çıxardıb bu şəkildə doldurursunuz. Bundan sifariş verdim. Bundan nə vaxt hər dəfə balada sumkanı götürəndə deyirəm, ayda parfümü mən necə sığışdırım bura. Hər dəfə deyirəm, verəcəm, amma sifariş verə bilmirdim. Bu da olsun. Deməli, qızlar, gördüyünüz kimi artıq dırnaqlarımı çıxartmışam. Niyə çıxartmışam? Əslində, mənim əslində niyə elətdirirdim onu deyim. Əslində, neçə dəfə əslində dedim, yəni nə əlaqə, nəsə. Mən çox dırnaq istifadə eləyən biriyəm, özüm də dırnaq ustasıyam. Çox da xoşlayıram əslində dırnağı. Amma mənim elətdirmə ən böyük səbəblərimdən biri də odur ki, yəni, necə deyim, dırnaqlarım çox nazikdir. Harasa dəyəndə, toxunanda çox dəhşətli dərəcədə mayamın üzərinə toxunur və ağrıyır. Buna görə də artıq məcburiyyət qarşısında qalıb mən öz dırnağımı qaynaq eləyirəm. Amma axır vaxtlar fikir verirəm ki, çatdıra bilmirəm Zümra ilə, dırnağımı qaynaq eləyə bilmirəm. Həm də bəzi məsələlər var, ona görə dedim ki, artıq dırnaqlarımı çıxardım və harasa gedəndə belə qoyma dırnaqlar istifadə eləyərəm. Bunu da əslində istifadə eləyəcəyimi düşünmürəm açığı. Çünki qoyma dırnaq olduğu bilinir. İndi bunu mən sizə Instagramda, əgər taxsam, yoxlasam, Instagramda sizə bilinib bilinmədiyini qeyd eləyərəm. Belə toy, nişan, nə bilim, hansısa bir restorana falan getdəndə şəkillərdə falan estetik düşür deyə düşünürəm ki, elə bir yerlər taxaram, amma mümkün deyil, yəni gündəliyə taxmaq. Dedim, bir dənə sifariş verim, elə-belə prob eləyim, görüm bura, yəni Temunun dırnaqları necədir. Bunu da sizlərlə Instagramda əgər taxma dırnaq istifadə eləyənlər varsa, məni Fida Blog səhifəsindən izləyə bilərsiniz. Bunları belə yerləşdirək. Amma onu deyim ki, o qədər də
wow dərəcədə, yəni qəşəng dırnaqlar deyil. Mən bir çox blogerlərin vloqlarına baxıram, onlar Shein-dən sifariş verirlər. Oradakı dırnaqlar tamamilə başqa keyfiyyətdə, başqa dizaynda görsənir. Bunun da dizaynı normal bir dizayndır. Belə gördüyünüz kimi. İçərisində bu arada burada bilmirəm görünür videoda yoxsa yox. Yapışqanlar var, amma təbii ki mən bundan istifadə eləmirəm. Qızlar, bu bilirsiniz nədir? Qadınlar üçün özəl pedlərdir. Bunları valla Temuda çox görürdüm, qarşıma çox çıxırdı. Dedim, vurum baxım. Maraqlı olsa Instagramda bölüşərəm. Deməli, ən çox vuranda fikirləşirdim ki, görəsən necə gələcək. Amma gəlin birlikdə baxaq. Çox ağır, yəni normal oradan gələn sirqalar kimi yüngül deyil, çox ağır belə. Üçü əlimdə belə hiss edirəm ki, nəsə ağırlıq var. Baxın qızlar, belə ağ rəngdir, belə bordo rəngdir, amma telefonda nəsə qırmızıya da oxşarlığı var və belə qara rəngdir. Mən istəyirsinizsə birini taxım sizin üçün göstəreyim, amma hansını bordonu eləyək. Bunları bir dəqiqə çıxardım. Bu arada açılıb bağlanan yeri də yaxşıdır. Bundan 2 dəfədir mən Temudan 2 dəfə daha doğrusu yox, çox sifariş verirəm sirqanı, amma 2 dəfə açılıb bağlanan hissəsi çox defektli gəlib. Yəni açdığım anda qırılıb qalıb. Hətta orada da saxlamışam, güya qaytarma eləyəcəydim, sonra qaytarılacaq veşlərimi qaytarmışam, amma o heç tamamilə yadımdan çıxıb deyə qaytarmamışam, elə qalıb orada. Baxın qızlar, belədir, çox da qəşəngdir məncə. İndi bu birisini taxmıram. Instagramda taxdıqca, istifadə elədikcə bölüşərəm və üzərində paslanmaz yazılmışdı. Yəqin ki, paslanmadığı da bu qızılı hissələrə aiddir. Rənginin gedəcəyini düşünmürəm. Çünki materialdan, yəni gözəl bir şeyə bənzəyir. Bunları da yerinə başqa. Bu xırdaları saxlayayım axıra. Burada gəlin bir şey var. Bu Səbişin sifarişidir. Bu bilirsiniz nədir? Cins şalvarları deyəsən toparlamaq mı, belə aksesuar da belə deyim. Bəlkə səhv bilmiş olaram. Cins şalvarları toparlamaq üçün olmuş olmaz. Görsənmir də. Bir dəqiqə bunu açım sizə. Şalvar aksesuarı deyək. Kəmər hissəsinin aksesuarları deyim. Baxın belə. Amma şəkildə olduğu kimi qəşəng deyil. Ya da mənə elə gəlir. Artıq sahibindən öyrənərik necə olduğunu. Baxaq bir dəqiqə. Nəysə, bunları qoyaram sonra. Qızlar, burada belə şəffaf bir burun üçün nəfəs almanı yaxşılaşdıran bir alət deyim. Bu təbii ki də mənim üçün deyil. Biraz yoldaşımın nəfəs almağında problem var deyə ona sifariş vermişəm. O da yəni qətiyyən şəkildə olan şey deyil bu, qətiyyən. Yəni şəkildə olan necə deyim, plastik bir şeydir, amma bu silikondur. Yəni bu necə insanın burnunu belə yanlara dartıb yaxşılaşdıra bilər. Qətiyyən. Yoxlayıb sizə deyərəm, Instagramda bölüşərəm sizinlə, amma heç ümidim yoxdur onu deyim ki. Bu nədir? Bu da Səbişindir, lasindir. Bu Səbişlə mənim birsiz belə bir şeyimiz var. Biz lasin xəstəsiyik. Yəni evdə, bayırda, yəni lasində rahat olduğumuz qədər başqa heç nədə rahat ola bilmirik. Baxın, belə bir lasindir. Təbii ki də bunu bayıra falan geyinəndə üzərindən uzun bir kofta, başqa belə bir şeylər geyinirik.
Çox, yəni baxın, həqiqətən bilmirəm, yəni bizim kimi olanlar var görəsən. Biz bəzən bir-birimizə deyirik ki, bu nə xəstəlikdir axı, lasin, amma həqiqətən çox rahatdır. Yəni bir var cin şalvar, bir də var lasin. Nə bilim valla. Mənə də çox rahat gəlir lasin. Bu Emraz Meridir qızlar. Bunun başqa bir növləri də var. Üzəri qara naxışlı, sadə. O qədərdir ki. Bu da belə. Qızlar, bu da özümə sifariş verdiyim lasindir. Karisnə. Mən bu il nədənsə karisnələrə bürünmüşəm. Material çox qəşəngdir. Həqiqətən bilmirəm oradan bilirsiniz yoxsa görə bilirsiniz, hiss eləyə bilirsiniz. Baxın. Dartılan bir materialı var. Bəli. Çox bəyəndim. Həqiqətən çox tərəddüd eləyirdim vuranda. Düzdür, Səbiş bir neçə səfər vurub, amma mən vurmamışdım. Çox tərəddüd eləyirdim ki, ayda gələcək, onu bir də qaytarma elə, qaytarmanın pulunu gözlə. Yəni uzun proses olduğu üçün çox tərəddüd eləyirdim, amma həqiqətən yəni qəşəngdir. Hətta mən 2XL vurmuşam ki, yəni böyük olsa eybi yox, təki balaca olmasın, amma düşünürəm ki, yəni XL də vura bilərdim. Bir dəqiqə, 1XL-dir. 2XL deyil. Çaşdım. Hətta el də vura bilərdim, belə deyim. Yəni çünki yetəri qədər dartılan materialdır. Sonra qızlar, burada bu kofta olmalıdır. Bir dəqiqə baxaq. Bəli. Bu da karitinividir. Deyirəm də mən karitinivilərə bürünmüşəm. Baxın qızlar, belə bir koftadır. Mən özüm bol geyinməyi sevdiyim üçün bol. Bu hissəsi belədir. Biraz da bu çiyin hissəsi açıq qalır, açıq kimi görsənir. Amma onu da deyim ki, şəkildə olan materialla qəti şəkildə əlaqəsi yoxdur. Hətta sizə bir dəqiqə göstərim bunu. Bəli qızlar, gəldim. Baxın, şəkildə görürsünüz, bilmirəm, bilinir, bilinmir. Belə bir koftadır, amma şəkildəki material tamamilə fərqli bir materialdır və qalın materiala oxşuyur. Amma bu gələn, yəni qətiyyən onunla əlaqəsi yoxdur, hətta çox nazikdir. Baxın. Böyüklüyünü özüm böyük vurmuşam. Yəni bol geyinməyi sevənəm, dar geyinməyi o qədər rahat olmuram deyə sevmirəm. Yəni mən bunu belə deyim də bayıra geyinmək üçün kofta olaraq sifariş vermişdim, amma bu yəni bildiyiniz bayıra geyiniləcəklə əlaqəsi yoxdur. Yəni evdə üzərinizə elə belə atmaq üçün kofta ola bilər sadəcə. Bu çox güman ki, qaytarılmaya gedəcək, çünki şəkildəkinin əlaqəsi belə yoxdur. Bəlkə əslində əynimdə fərqli görsənər, amma düşünmürəm, yəni yəqin ki, qaytarmaya gedəcək. Linkini də aşağı qoyaram, qəti almazsınız, almaq istəsəniz. Və ən axırıncı, görün bunun razmerlərini düz vurmuşam. Bunun yenə materialı o birisinə baxanda normaldır. Bu bilirsiniz hansılardandır. Bu da yanlışdır. Yəni şəkildəki ilə əlaqəsi yoxdur. Şəkildəki barmağa keç. Evet. Eləymiş. Özür dilerim, Temu haqqına girdim. Amma o birisi üçün yox da bunun üçün. Baxın qızlar, belə bir koftadır. Bu da normaldır. Keyfiyyəti normaldır. Mən elə bildim, var, yox. Haqlarına girməyəlim, var. Belə. Barmağa keçirilən bir detay var. Bunu bəyəndim, bu qayıtmış. Bunu da yerinə qoyaq. Demək, burada nə qaldı? Axırı olduğu üçün çox üzülüyorum. Daha var. Mən bu kargo açmaqdan doya bilmirəm. Deməli, qızlar, bilirsiniz, burada başqa nə var? Bu da Səbişindir. Bir açılan yerini görə bilsəm, Allaha çox xoş gedəcək, amma açılan yeri yoxdur bunun.
üzərinə bağlayıb, üzərinə də kağız yapışdırıblar. Baxın. Belə dəmir üz üçün tiskaya gedəndə necə alətləri var. Bu da tiskanın alətlərindən sadəcə bir neçəsidir. Gəlin göstərim sizə. Baxın. Belə bir neçə başlığı var. Hətta bu hissəsi də fərqlidir. Bu pilkadır görəsən. Yox, sadəcə kağızdır. Bunları da şəkildəki kimi də olur. İndi ən maraqla gözlədiyim bu fləşka. Yenə eyni fləşkadan sifariş vermişəm. Sadəcə olaraq bir fərq var ki, baxın, sadəcə bir fərqi var ki, o fləşka aldığım link stoklarda bitib. Ona görə ondan sifariş verə bilmədim. Fərqli bir mağazanın fləşkasıdır. Baxın, gördüyünüz kimi Type-C başlığı var. Bu tərəfdə notebooka gedən hissəsidir. Və mənim aldığımın üzərlərində bunlardan yox idi. Yəni belə bir lock kimi açarlığın falan itməsin deyə üzərinə taxmaq üçün. Amma bunda var o. Bir dəqiqə taxa bilmədim. Bəli. Bunu da artıq Zümranın o qədər, yəni anı olanlar məncə bunu başa düşər. Zümranın artıq o qədər, yəni videoları, şəkilləri var ki, telefonumda girirəm. Telefonum tamamilə Zümranın şəkilləridir, Zümranın videolarıdır. Anlıqda misal üçün qəribə şeylər eləyəndə və yaxud da nəyisə öyrənəndə, kəşf eləyəndə çəkdiyim videolardır tamamilə. Ona görə həqiqətən artıq telefonum başdan ayağa Zümranın şəkilləri və videoları ilə doludur. İstəyirəm onları boşaldım, çünki onlar sadəcə mənə xatirə qalacaq şeylərdir. Onlar yəni telefonumda yer tutmağı lazımsızdır. Ona görə də fləşkadan istifadə edib onun içərisini boşaltmalıyam. Bu 128-likdir, 256-lığı stokda qutarmışdı. Və onu da qeyd edeyim ki, Temuda ən çox satılan mağazanın fləşkasıdır. Mən ən çox satılanlara baxıb mağazalara elə alış-veriş eləyirəm. Çünki bəzən girirsiniz, baxırsınız ki, mal yenidir və yaxud da mağaza yenidir. Misal üçün, hamı o kofta. Sözü gedən kofta, bəyənmədiyim kofta. Bu altında heç bir şəkli, yorumu yox idi və mağazanın özü də yeni idi. Gördüyünüz kimi, yəni bilmədiyimiz bir məhsul və çox pis gəldi. Çox güman ki, mən onu geri qaytaracağam. Çünki onu geyinə bilmərəm mən. Yəni buradan baxsam o bir tərəfə hətta görsənəcək naziklikdədir. Yəni onu qaytaracağam. Sizə də məsləhətim odur ki, Temudan məhsul vurarkən ən çox mağazanın yeni olmamağına fikir verin və məhsulların artıq köhnə məhsullar olmağı, alt hissədə yorumların daha çox olmağı, yəni şəkillər olmasa da, şəkillər olsa tamamilə görərsiniz, yəni bu çox yaxşıdır. Amma şəkillər olmasa da yorumları daha çox olan, ulduzları daha çox olan və mağaza yeni olmayan yerlərdən alış-veriş eləyin ki, qaytarmaq məcburiyyətində qalmayasınız. Çünki qaytarırsınız, düzdür, Temu artıq mal gedib ora çatmağı 2 və yaxud da 1 gün ərzində çəkir. Amma bank, yəni bizim bank sistemi ilə 10-14 iş günü ərzində qaytarılır pullar. Ona görə də adamı biraz gözləyənə qədər, yəni mən ən azından mən eləyəm də gözləyənə qədər həqiqətən, yəni özünüz bildiniz. Gözləyənə qədər daha səbrim tükənir. Belə deyim qızlar, bunu da yoxlayacağam, bunu da sizə Instagramda bölüşərəm. Necə olduğunu və yaxud da dediyim kimi AliExpressdən, AliExpress idi də səhv eləmirəmsə. Bəli, AliExpressdən fləşka vurmuşdum mən. 1 TB-lıq idi, bəli. Çox balaca bir şeydi, 1 TB-lıq. Qara rəngdə idi o da. Amma bir müddət, 1 ay, 2 ay içərisində sənədlərim, düzəltdiyim işlər falan hamısı
içərisində idi. Amma sonradan flaşkanı bir gün taxdım. Yəni nida işarəsi çıxdı və flaşkanı qəti şəkildə açmaq mümkün deyil. Özüm proqram olaraq web dizayn və proqramlaşdırma oxumuşam. Nə qədər elədimsə özüm bacara bilmədim. Dedim, yəqin məndə bir problem var. Ustaya da göstərdik yoldaşımla birlikdə. Usta da dedi ki, yəni yox, bu nə açılmır, nə içərisinə giriş eləmək olmur. Yəni flaşkanı taxırsan, birbaşa notebookda nida işarəsi göstərir. Yəni nə flaşkanı açmaq olmur, nə içərisindəkiləri götürmək olmur. Bir var içərisinə girin, amma içərisində heç bir fayl göstərməsin, elə bir şey deyil. Sanki flaşka özünü kilitləyib və qəti surətdə yəni giriş yoxdur. Mən birinci elə düşündüm ki, telefona taxım, telefondan sonra nə bilim, taxım başqa bir notebooka. Hamısını da elədik, alınmadı. Ustaya qədər də apardıq, alınmadı. Elə o işlərim də orada batdı. Yəni qaldı. Onların heç ikinci bir kopyasını götürməmişdim də. Nəysə qızlar, sizləri çox sevirəm həqiqətən. Mənə dəstək olmağı unutmayın. Məni izləməyi, videolarımı ən çox da izlənmə sayları görürəm ki, olur normal dərəcədə, amma bəyənilər çox azdır. Videonu izləyəndə xahiş edirəm bəyənməyi, bildirimləri açılmağı, kanalıma abunə olmağı unutmayın. Yenə deyirəm, sizin üçün kiçik bir şeydir, amma mənim üçün böyük bir şeydir. Sizləri sevirəm. Məni izlədiyiniz üçün, 27 dəqiqənizi mənə ayırdığınız üçün təşəkkür edirəm. Hələlik.